Salam hörmətli izləyicilərimiz, bu günlər sizə Xırdalanda əla təmirli, qanuni 2 otaqlı icra hakimiyyətinin düz yanında və sürətli qatara çox yaxın bir ərazidə olan mənzil təqdim eləməyə gəlmişik. Yəni yerləşmə yeri 5-in 5-idir, söz ola bilməz və indi proyektini də göstərəcəm. Proyekti də əladır, çox sayılı, qəşəng balkonlu mənzildir. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə dolab üçün qəşəng yer nəzərdə tutulub. Gəlin sizə hamam otağını göstərim. Ümumi sahəsi 74 kvadrat və qəşəng bir mərtəbədədir, aşağı mərtəbədədir. Hamam otağı tam təmirlidir. Sizə göstərirəm qonaq otağını. Belə qəşəng geniş qonaq otağı var. Kupçə əldədir. İstədiyiniz asan xidmətdə alqı-satqını eləyə bilərik. Ya notariusda, ya asan xidmətdə fərq etməz. Ev yiyəsinin evi satma səbəbi daha geniş mənzil almaq istəyir. Ona görə yerləşmirlər bu evə. Yəni ki, ailəsi böyüdüyünə görə satır. Buradan balkona keçid var. Balkon da bağlıdır, görürsünüz. Belə qəşəng mətbəximiz. Ev əşyalı və əşyasız formada satılır. Mən sizə evin əşyasız qiymətini deyəcəm. 113.000 manat təyin olub və cüzi indirim nəzərdə tutulub. Buradan da balkona keçid var. Yataq otağı görürsünüz, genişdir. 2 çarpayı hətta sığışıb mənzilə. Yəni qəşəng ölçüdədir. Qiyməti sizə qeyd elədim. Əgər əşyalı formada istəsəz, yəni ki, onu ev yiyəsindən danışarsınız, biraz fərq eləyəcək əşyasız və əşyalı formada. Kupçə əldə, yerləşmə yeri əla, mərtəbəsi orta. Gəlin baxın, ipotekaya da yararlıdır. Əgər dövlət tərəfindən sizə ipoteka ayrılıbsa, gəlib baxa bilərsiniz. Bugünə bu qədər, sağ olun.